Hədislərdə var ki, şəhidin arzusu var, dünyaya dönsün. Hamı təəccüblənir ki, şəhid neynir dünyanı? Axı, möminlər dünyaya dönmür, istəmir. Şəhidin arzusu var, dünyaya dönsün. Bir də kafirlərin arzusu var. Kafirlər arzulayır, bir də şəhidlər. Deyirlər, bunun nə uyğunluğu? Kafir niyə arzulayır, şəhid niyə arzulayır? Kafir arzulayır ki, gəlsin, işlərini düzəltsin, əməllərini. Götdü, gördü də həqiqəti. İltimas eləyir, xahiş eləyir ki, qaytar məni dünyaya, gedim düzəldim də, namaz nə deyirsən onu eləyim. İndi gördüm. Amma Allah maraqlıdır, deyir, qayıtsa yenə eləməyəcək. Bu da maraqlı məsələdir. Amma hər halda xahiş eləyir Allahdan ki, qaytar, mən düzəldim. Bəs şəhid niyə arzulayır? Hədis cavab verir. Deyir, şəhid Allaha qovuşan anda, ruh bədəndən çıxanda o qədər şiddətli ləzzət alır ki, o ləzzətin dadı damağında qalır. Deyir, Allah məni qaytar, təzdən şəhid elə. 100 dəfə bu proses davam edəsin. Dönmək istəyir şəhid olmaq üçün. Dönmək istəyir təzdən şəhid olmaq üçün.